bu ayın cüməsində. Yəni Rəcəb ayının hər cüməsində. Kim 100 dəfə İxlas surəsini oxusa, 100 dəfə Qul Huvallah surəsini oxusa, Allah neyər? Qiyamət gününə bir nur verər ki, həmən nur onu cənnətə qovuşdurar, cənnətə çatdırır. Zikirlərindən biri Əstəğfirullah və Əsəluhu Tövbə. Bunların hərəsini çünki bəziləri yadda saxlayın. Əstəğfirullah və Əsəluhu Tövbə. Çox qəşəng zikirlərdən biridir. Və bu ayın bir duası var. Çalışın hər namazdan sonra bu duanı eləyin, oxuyun. Çalış Rəcəb ayında gecə, gündüz, sübh və axşam, hər namazdan sonra. Bax bu duanı oxu. Nə duadır oxuyuram sizə. Ya mən ərcuhu li kulli xeyr. İlahi, bütün hadisələrdə ümidim sənsən. Ya mən ərcuhu li kulli xeyr. Bütün hadisələrdə ümidim sənsən. Və amənu səxətəhu min kulli şər. Sənə sığınmışam. Ya mən yu'til kəsirə bil qalil. Sən o Allahsan ki, azın müqabilində çox verirsən. Azın müqabilində çox verirsən. Ya mən yu'ti mən sə'lə. Sən o Allahsan ki, istəyənə verirsən. Ya mən yu'ti mən ləm yəsəlhu. Heç istəməyənə də verirsən. Mövzu necə dəyişdi Allah? İstəyənə versən bildi ki, istəməyənə də verirsən sən. Yaxşı. Sonra nə deyir? Mən ləm ya'rifu. Nəinki istəməyənə, səni tanımayana da verirsən. Küfr eləyir, Allahla vuruşur. Onu da verir ruzu. Tanımayana da verirsən. Təhənnünən minhu və rəhmə. Bu sənin rəhmətindir, ülfətin, mehribanlığındır, məhəbbət.